Yeşaya 14-cü fəsil. Əsirlərin qayıtması. Rəbb Yaqub nəslinə rəhm eləyəcək. İsrail xalqını yenə seçib torpaqlarına sakin eləyəcək. Yadelilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək. Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında onları özlərinə qul və kəniz eləyəcək. Onları əsir aparanları özləri əsir eləyəcək. Onlara zülm eləyənlərin üzərində hökm sürəcək. Ölülər diyarına düşən Babil padşahı. Rəbb səni ağrıdan, sıxıntıdan, gördüyün ağır işdən qutaranda, Babil padşahına lağ eləyib belə deyəcəksən. Zülümkarın sonu gör necə oldu. Zorakılığın axırı gör necə oldu. Rəbb pis adamların dəyənəyini, hökümdarların əsasını qırdı. O əsa ki, dayanmadan xalqları qəzəblə vurardı. Millətləri qeyzlə, amansızca əzərdi. İndi isə bütün dünya sakitlik və rahatlıq içində sevincdən coşur. Livanın şam və sidr ağacları sənin fəlakətinə sevinərək deyir. Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir. Yerin altındakı ölülər diyarı sənə xoş gəldin deyib, səni qarşılamağa can atır, ey Babil padşahı. Yeryüzünün ölən bütün başçıları sənin gəlişindən həyəcanlanır. Millətlərin bütün keçmiş padşahları taxtlarından ayağa qalxır. Hamı səni çağırıb belə deyəcək, sən də bizim kimi zəif oldun, bizə bənzədin. Cəhcəlalın, liralarının səsi ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. Ey parlaq ulduz, Dan oğlu, necə də göylərdən yerə düşdün. Ey millətləri tapdalayıb keçən, necə də yerə yıxıldın. Sən ürəyində dedin, göylərə qalxacağam, taxtımı Allahın ulduzları üzərində ucaldacağam. Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam. Uca buludların üzərinə çıxacağam, haqq taala kimi olacağam. Ancaq ölülər diyarına, ölüm çuxurunun dərinliyinə endiriləcəksən. Səni görənlər gözlərini zilləyib, sənin haqqında düşünüb belə deyəcək. Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan, yeryüzünü səhraya çevirən, şəhərlərini yerlə yeksan eləyən, dustaqları evlərinə buraxmayan adam bu deyilmi? Bütün millətlərin padşahları, hər biri öz əzəmətli sərdabəsində uyuyur. Lakin sən iyrənc budaq kimi qəbrindən kənara, uzağa atıldın. Bir çuxurun dibinə tullanan, bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən. Ayaq altında qalan leş kimisən. Ölkəni dağıdıb xalqını öldürdüyünə görə başqaları kimi dəfn olunmayacaqsan. Pislik eləyənlərin nəsli bir daha xatırlanmayacaq. Atalarının günahına görə övladları üçün qırğın hazırlayın ki, onlar qalxıb dünyanı zəbt eləməsinlər. Dünyanı tikdikləri şəhərlərlə doldurmasınlar. Babil xalqına qarşı qalxacağam. Bunu ordular Rəbbi bəyan eləyir. Babilin adını, sağ qalanlarını, oğullarını, nəsillərini yox eləyəcəyəm. Rəbb bəyan eləyir. Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm. Qırğın süpürgəsi ilə süpürəcəyəm. Ordular Rəbbi bəyan eləyir. Rəbb Aşşurluları cəzalandıracaq. Ordular Rəbbi and içib belə deyir. Mütləq düşündüyüm kimi olacaq. Niyyət elədiyim kimi gerçəkləşəcək. Ölkəmdə Aşşurluları məhv eləyəcəyəm. Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, çiyinlərindəki yükündən qurtulacaq. Bütün dünya üçün hazırladığım hökm budur. Bütün millətlərə qarşı uzanan əl budur. Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər? Rəbb Filistliləri cəzalandıracaq. Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq. Ey bütün Filistlilər! Sevinməyin ki, sizi döyən dəyənək qırıldı. Çünki ilanın kökündən gürzə törəyəcək. Onun törəməsi də uçan ilan olacaq. Kasıbların ən kasıbı doyacaq, fəqirlər rahat dincələcək, amma sizin kökünüzü qıtlıqla keçəcəyəm, sağ qalanlarınız da öldürüləcək. Ey darvaza, fəryad elə, ey şəhər, ağla,
Ey bütün filişlilər, başdan başa əriyin, çünki şimaldan tüstü gəlir, düşmən əskərləri nizamı pozmadan gəlir. O millətin elçilərinə nə cavab veriləcək? Ərəb Siyonun təməlini qoyub, onun xalqının fəqirləri orada sığınacaq tapacaq, deyiləcək.